PT diaqramında təsvir edilmiş 1-2 və 2-3 proseslərində bir atomlu qaz eyni istilik miqdarı alır. 1-2 prosesində qaz 10 kJ iş görərsə, 2-3 prosesində qazın daxili enerjinin dəyişməsini hesablayın. 1-2 prosesində qrafik T oxuna perpendikulyardır, yəni temperatur sabitdir. Temperatur sabit olan halda daxili enerjinin dəyişməsi 0 olur. Termodinamikanın birinci qanununa görə Q bərabər delta U plus H' düsturunda delta U 0 olduğuna görə Q bərabər olur H'. Yəni 1-2 prosesində qaz 10 kJ iş görüb, A'nın qiyməti 10-dur və eyni zamanda A da Q'ya bərabər olduğuna görə deməli alınan istilik miqdarı da 10 kJ-dir. Məsələdə də hər iki prosesdə eyni istilik miqdarı alır sözü işlədilib. Deməli, 2-3 prosesində də eyni istilik miqdarı olmuş olacaq. 2-3 prosesində qrafik, deməli, P oxuna perpendikulyardır, təzyiq sabitdir. Təzyiq sabit olan halda termodinamikanın birinci qanununda qeyd olunur ki, daxili enerji alınan istilik miqdarının 60%, görülən iş isə 40% olmuş olacaq. Onda 0.6 vurulsun 10, 6 kJ olmuş olacaq. B bəndi.